efirimiz qaldığı yerdən rəngarəng şəkildə davam edir. Sözün əsl mənasında rəngarəng şəkildə davam edir. Çünki bugün rəssamlarımız studiyamızın qonağıdır və bu rəssamların yetişməsində önəmli rolu olan rəssam pedaqoqumuz Elxan Hüseynov studiyamızın qonağıdır. Salamlayıram Elxan müəllim sizi. Hər vaxtınız xeyir, xoş gəlmişsiniz studiyamıza. Xoş gördük. Adım Elxan Hüseynovdur. Rəssam Akademiyasını qurtarmışam. Əvvəla, siz də çox sağ olun, bizi bura dəvət elədiniz. Hər bir uşağın öz dünyası var. Biz o dünyanı kəşf eləmək üçün buradayıq. Yəni, müəllimlərin əsas səbəbi budur ki, uşaqların o dünyasını kəşf eləsinlər və onu üzə çıxarsınlar. Mənim də hal-hazırda bu uşaqların gördüyünüz bu işləri, hamısı sərgidə işlənilən işlərdir. Biz özümüzün sərgilər keçiririk. Həmin bu sərgilərdə uşaqlar o sərgiyə hazırlaşırlar və bu işləri işləyir. Burada hər bir ideya var, necə deyim, hər bir uşağın özünün həqiqətən də ruh halını görə bilərsiniz burada. Ki, kim nəyi sevir, kim necə bir insandır, kimin beyindəki hisslər nədir, fikirləri nələrdir. Ötürməyi bacarmışsınız həqiqətən də. Çox sağ olun. Bəs Elxan müəllim, rəssamlıq fəaliyyətinizə necə başlamışsınız? Rəssam fəaliyyətimi uşaqlıqdan başlamışam. Daha doğrusu elə sizin yaşlarda olanda başlamışam. Sağ olsunlar, mənə Xəyala Yusufov adlı müəllim var. Çox savadlı bir müəllimdir. Mənim müəllimim olub. Üzərində əziyyəti çoxdur mənim. Yəni, belə deyə bilərəm ki, o mənə təkmilləşdirdi. Mən özüm istəyirdim, həvəskar idim. Həmin o müəllim məni təkmilləşdirdi ki, indi böyük başa çatıb, universitet oxuyub uşaqları da öyrədirəm. Bu sahədə sizə işləmək nə qazandırıb? Bu sahədə işləmək mənə çox şey qazandırıb. Əvvəla ki, mənim balaca dostlarım olub, belə deyək. Mən onlara tək müəllim yox, həm dost kimi, həm hamısı mənim bir övladım kimidir. Özümün bir övladı olmaqda, onlar mənim övladım kimidirlər. Ki, hamısının qayğısına qalıram, nəsə olanda da nə kömək lazım oldu, dərsdən kənarda, hər köməyinə çatıram. Həqiqətən də sizin yanaşmanızı gördüm. Uşaqlar sizi çox istəyirlər. Bu sevgi həqiqətən hiss olunur. Elə o sevgi bu kətan üzərində də əksini tapıb kətanlar üzərində. Çünki siz həm bildiyim qədərilə kətan, həm də vərəq və divar üzərində də rəsmlər işləyirsiniz. Bu məqamda istəyəcəm sizdən soruşum ki, bunlar arasında, bu istiqamətlər arasında hansı fərqlər var və hansı daha zövqlüdür sizin üçün işləmək bu istiqamətlərdə? Açığı desəm, sizə deyilmə, mən kursa yazılmışam, müəllimə öyrədəndə. Mən rəngdən təmiz soymuş insan idim. Ən çox karandaşa üstünlük verirdim. Yəni, portret rəsmləridir və ya ağ-qara hansısa bir rəsm olsun. Yəni, bununla bağlı özümdən istə və sərgilər qatılmışam, sırf qrafika mövzusunda. Sadəcə sonra universitetə girdim. Universitetə girəndə də rəngdən az da çox da marağım var idi rəngədə. Akvarellə daha çox özümü təkmilləşdirdim. Sonra keçdim yağlı boyaya və s. Divarda da işləmək, belə deyim ki, çox divarlarda işləməmişəm. Restoranlarda falan ən çox belə təklif gələndə getmişəm, divarlarını çəkmişəm, gəlmişəm. Sonra bizə ora gələndə dedilər ki, bu otağı nə istəyirsinizsə eləyin. Bu otaqda yəni özünüz sizə yaradıcı bir sahə verdilər. Bəli. Siz də dediniz, ay Allah, nə yaxşı ki, mənə bir sahə verdilər. Nəhayət bütün yaradıcılığımı bu otaqda göstərəcəm. Bəli, yəni öz emalatxan olduğu kimi, mənim bacım da müəllimdir, Zeynəb müəllimə. O da bu sahədə pedaqoqdur. Bəli, özü burada olmasa da, hal-hazırda kursda dərsdədir. Özü burada olmasa da mən buradayam. Salamlarımızı göndərik ona burada. Özü burada olmasa belə. Birazdan danışacağıq o barədə də. Elə bir onunla bir yerdə başladıq bu sənətə. O da divar rəsmləri çəkir, mən də oranı belə bəzədik və hələ də bəzəməkdə çalışırıq ki, daha çox bəzəyək, daha çox belə gözəl görsənsin ki, uşaqlar da həm ora gəndə həvəslənsinlər, şəkil falan çəkdirsinlər. Yəni, əməli başlı uşaqlar üçün də görsənsin ki, bura yaradıcı bir yerdir. Sadəcə boş-boş heykəllər, boş-boş divarlar, boz divarlar olmasın. Rəngarəng bir divar olsun istəyirik. Həqiqətən də yaradıcılıqda emalatxananın rolu çox böyükdür. Hansı formada olmasına asılı olmayaraq, ümumiyyətlə uşaqları həvəsləndirən amillərdən biridir. Çünki uşaq gəlib o emalatxananı rəngarəng görəndə, onun artıq beynindəki rəng çalarları da rəngarəngləşməyə başlayır və bu rənglər bizim, yenə dediyim kimi, kətanlarımızın, beyinlərimizin məhsullarının üzərinə köçürülür. Qabiliyyət imtahanına hazırlaşan şagirdlərlə çalışırsınız. Bu iki istiqamətdə dərs metodlarınızın necə fərqlənir? Belə deyim ki, hər bir uşağının birinci götürümü var. Yəni, səviyyəsini birinci yoxlayırıq. Birinci baxırıq görə uşaq hansı səviyyədədir. Onun üçün bizim ilkin sınaq dərslərimiz olur. Və mən özüm iki yerdə fəaliyyət göstərim hal-hazırda. Bir yüksəliş eğitim spor mərkəzi və bir də ER Akademi dediyim kimi.
Həmin orada da olsa şərt olaraq da deyirlər ki, uşaqların 40 dəqiqə dərsdən tanış olma bir müddəti var. Dərsdən tanış olurlar. Biz də özümüz uşaqla tanış oluruq. Uşağın xasiyyəti necədir, uşaq necə davranır, uşaq necə çəkə bilir və s. Bu qabiliyyət tələbəsi üçün də keçərlidir, həvəskar tələbə üçün də. Lakin belə bir fərqlər var. Təbii ki, qabiliyyət tələbəsinin qabağına uşaqlar, həvəskarlar kimi çizgi film işləri yer almırdı. Oradakı uşaq böyük tələbədir, 10-cu sinifdir. Demir ki, götür bu son 2 və ya başqa bir personajı çək. Bəli, yəni onların qabağına təbii daha akademik işlər, bəli. Olur misal üçün 6 bucaqlı piramida, olur misal üçün kürə və s. Onların birinci özü görür hansı səviyyədə işləyə bilir, necə səviyyədə işləyə bilir. İxtisasdan ixtisasa da fərqlənir. Məsələn, heykəltaraş rəssamlar, mən bildiyim qədərlə insan baş hissəsini çəkirlər və yaxud da digər məsələn rəssamlığın növləri var. Rəngkarlar məsələn rəngli bir iş aparırlar qabiliyyət imtahanına. Təbii ki, bu müəyyən o mərhələlərə uyğun şəkildə fərqlənir. Mən düşünürəm ki, siz də bu gün o uşaqlar əli boş gəlməyiblər. Siz də əli dolu gəlmisiniz. Həm rəsmlərinizlə, həm də rəsm işləyəcək uşaqlarınızla. Mən istəyəcəm gedişatda uşaqlarımız da öz yerlərini alsınlar ki, kətanlara öz beyinlərinin məhsullarını köçürsünlər. Özün haqqında qısa bir məlumat ver. Mənim adım Zəhradır, 10 yaşım var. 1 ildir rəsm ilə məşğul oluram və rəsm çəkməyi çox xoşlayıram. 287 nömrəli Zəkalar liseyində oxuyuram. Bəs bugün nə çəkəcəksən? Bugün portret çəkəcəm. Tamam. Gəl bir səni tanıyaq. Mənim adım Əsma, 11 yaşım var. 3 ildir rəsmə gəlirəm. Yüksəliş Eğitim Spor Mərkəzində oxuyuram. Salam, mənim adım Adəmdir. Mən 1 ildir rəsmlə məşğulam və mən bugün mənzərə rəsmi çəkəcəm. Həqiqətən də uşaqlar, hər birinizə afərin və Elxan müəllim sizə də əslində bir afərin düşür. Niyə görə? Çünki bugün studiyamıza şagirdlərinizlə birlikdə gəlmisiniz. Mən istəyəcəm bir sual da sizə verim ki, şagirdlərlə, bu qədər uşaqlarla işləmək sizcə çətin tərəfləri və asan tərəfləri nədir? Və yaxud da çətin deyilmi, çətin demək necə gəlir bu iş prosesi? Təbii ki, hər bir işin çətinliyi və asan tərəfləri də var. Belə deyim də, uşaqlarla işləmək çətindir. Çətin tərəfi də var, yaxşı tərəfi də var, yəni belə deyək. Uşaqlar izah eləmək, uşaqlarla bir yerdə müsbət tərəfdə belə deyirlər. Müsbət tərəf odur uşaqlar bir yerdə əylənmək, uşaqlara nəyisə izah eləmək, uşaqlardan onun öyrəndiyini hiss eləmək. Elə adamlar var ki, elə uşaqlar var ki, izah edirsən bara düşmürlər. Bu uşaqlar isə izah elədiyin ki, o qədər qəşəng mənimsəyirlər ki, o qədər qəşəng vərəqə köçürürlər, o qədər qəşəng qələmə alırlar ki, yəni adam o xoşuna gəlir. Bu sizin peşəkarlığınızdan irəli gəlir və mən bu məqamda istəyəcəm ki, sizdən soruşaq. Bizim sizə bir sualımız da olacaq bu sahə ilə bağlı. Uşaqlar da rəsmə və bu sənətə marağı artırmaq üçün hansı üsulda dərslər keçirsiniz? Dediyim kimi, biraz da dedim də sizə ki, hər bir uşağın öyrənmə metodu ayrıdır. Mən də çalışdığım qədər uşaqlara elə edirəm ki, fərqli metodlarda öyrədirəm, belə deyək də. Yəni ki, misal üçün, bu uşaq bunu bara düşmür, bunu bu cür izah edirəm. Onun bara düşmürsə, rəziyyəti yaxşısı rəziyyətlə. Yəni, hər bir uşağa bir yanaşma tərzi var. Hər bir uşağın bir qavrama potensialı var. Hər bir uşağa da mən o tərzdə öyrədirəm. Mən və təbii ki, bacım da eyni. Məncə müəllimliyin ən çətin tərəflərindən biri odur ki, bütün uşaqlara uyğunlaşmaq lazımdır, fərdi yanaşmaq, individual yanaşmaq lazımdır. Amma bu sizin peşəkarlığınızdan irəli gəlir, sənətinizə olan sevginizdən irəli gəlir ki, bütün uşaqların, onların beynində olan informasiyanı düzgün şəkildə bölməyi bacarırsınız və digər fənləri qeyd etdiniz. Qeyd etdiyiniz fənlərin adlarına uyğun inteqrasiya edirsiniz. Yəni, həmin o inteqrasiyanın nəticəsində uşaqlar düzgün şəkildə rəsmləri çəkməyi bacarırlar. Məsələn, burada mən az yaşlı uşaqlarımızı görürəm, amma yaşlarının az olmasına baxmayaraq çox möhtəşəm əl işləri ərsəyə gətirib. Hətta bayaq Kamil bizim aparıcımız deyir, mənə studiyaya daxil olanda sual verir ki, bu qəsmi özləri işləyiblər. Biz belə inanmırıq ki, yəni o Sonic məsələn, çizgi film personajını 7 yaşına olmasına baxmayaraq çox möhtəşəm bir əl işidir bu. Yəni yaşına görə böyük bir çiyinlərində məsuliyyət daşıyıb, amma uğurlu bir məsuliyyət daşıyıb. Mən orada arxa fonda olan o müəyyən o motivləri görürəm. Çünki rəsmin bir tərəfi yox, bir neçə fonu olur. Arxa fonu olur əvvəlcə, daha sonra öndə olan əsas obyekt olur, diqqət mərkəzində olan obyekt olur. Burada Sonic'in bir üz ifadəsinin ən ön fonda gözə çarpan hissəsini, bir də arxada onun ümumi bütün silüetini də, bütün planını görürük deyək. Və arxada da üfüq xəttini düzgün şəkildə əks etdirməyi bacarıb. 7 yaşında olmasına baxmayaraq müəyyən bacarıqlarını elə şəkildə tətbiq etdirməyi vadar etmişsiniz ki, onu həqiqətən də o orada rəsmə dərinlik qatıb bir sözlə.
Hər şəkillər bir-birindən maraqlıdır. İstedadlı uşaqlarımızı tanımaqla davam edirik. Hər vaxtın xeyir. İlk olaraq özünü təqdim elə. Здравствуйте, меня зовут Сехри. Учусь я в 145-й школе. Начала рисовать я несколько месяцев назад. İlham müəllimin dərslərində ən çox nəyi sevirsən? То, что можно в других художках, которые я шла, все время давали именно то, что должны рисовать все, а там хорошо объясняют, и можно выбирать то, что хочешь. Afərin, həqiqətən də. Mən düşünürəm ki, İlham müəllim sizi maşallah elə həvəsləndirib ki, sizin əl işlərinizə bu yansıyıb. Digər qıza keçmək istəyəcəm mən. Salam, mənim adım Balamızı. Saradır. Mən 86 tam orta məktəbdə oxuyuram. Sən neçə ildir məşğulsan bu sahəyə? Mən 2-3 ayda. 2-3 aya bu qədər gözəl nəticə vermisən. Çox sağ ol. Həqiqətən də afərin sənə. Növbəti dostumuzu ötürək zəhmət olmasa. Dostum, bəs sənin adın nədir? Neçə vaxtdır məşğulsan bu sahə ilə? Mənim adım Rəhimova Nərgizdir. Mən 138 nömrəli tam orta məktəbdə oxuyuram və mən 2-3 ay rəsmlə məşğulam. Bəs sevirsən bu dərsi həqiqətən? İlham müəllimlə işləmək necə bir hissdir sənin üçün? Çox gözəl bir hissdir. Həqiqətən də afərin sənə. Gələn dəfə inşallah ki, sənin daha fərqli portretlərini də görəcəyik. Növbəti dostumuzu ötürək zəhmət olmasa. Mənim adım Melisadır. Mənim 7 yaşım var. Mən 1 ildir rəsmdəyəm. Afərin sənə. Bəs yaxşı, bu emalatxananızda rəsm dərsi keçdiyiniz yerdə biz bayaq İlham müəllimin fəaliyyətindən danışdıq. Bir də sizin bayaq vurğuladığınız kimi Zeynəb müəllimin fəaliyyətinə bağlı da danışmaq istəyirik. Bəs Zeynəb müəllim sizə rəsm çəkərkən daha çox nəyə öyrədir İlham müəllimlə yanaşı? Çox komponent öyrədir. Həqiqətən də həmin o öyrədilənləri rəsmləri tətbiq etmisiniz hər biriniz, bütün şagirdlər. Afərin ona görə də sizə. Bəs İlham müəllimin dərslərində ən çox nəyi sevirsiniz? Elxan müəllimin özü dediyi kimi, Elxan müəllim həm bizimlə müəllim kimi yox, həm də dostcasına rəftar edir. Biz həm öyrənirik, həm də əyləncəli vaxtlar keçiririk. Mən orada əyləncəli vaxtlar keçirirəm. Bu mənim üçün çox xoşuma gəlir. Özünü təqdim et zəhmət olmasa. Hər kəsə salamlar. Mən Nəcəf Hüseynzadə 5-ci sinifdə oxuyuram. 229 tam orta məktəbdə oxuyuram. Mən 5 ildir bu sənətlə məşğul oluram. Bu şəkli çəkməkdən nə qərara gəldin? Yəni, nətər fikirləşdin ki, bu şəkli çəkəcəm? Bu şəkli seçərkən gördüm ki, yəni insanın daxili dünyasını simvolizə edir. Mən də gördüm ki, artıq bu şəkli çəkmək yaxşı olar və yarışmalara qatılmaq bundan uğurlu nəticə olar. Təşəkkür edirik, çox möhtəşəm alınıb. Keçək növbəti. Bizim doğum günü olan qızımız, vurğulayacağım. Bizim bugün doğum günü olan qızımız studiyamızda əyləşən Leyla Rüstəmovanın bugün doğum günüdür. Onun tam 14 yaşı tamam olur. Bu münasibətlə istəyəcəm alqışlarla təbrik edəyək. Və onu Rüstəmovlar ailəsi adından təbrik etmək istəyirəm. Onun anası Günel Rüstəmova, atası Faiq Rüstəmov onu ürəkdən təbrik edirlər və ona bütün fəaliyyətində, rəssamlıq fəaliyyətində, ümumi həyatında çox bol uğurlar arzulayırıq, can sağlığı, müvəffəqiyyətlər, xoş günlər və səadət arzulayıram sənə Leyla. İnşallah ki, bu işdə uğurlu olarsan və hər şey sənin üçün ən yaxşısı olar. Çox sağ olun. Bir daha alqışlayaq uşaqlar. Təbriklər. Salam, mənim adım Leyla Rüstəmova. 14 yaşım indi oldu. Burada oldu. Bizim studiyamızda 14 yaşını qeyd elədi Leyla. 2 ildir rəsmlə məşğul oluram. Çox sevirəm, rəsm çəkməyi çox sevirəm. Afərin sənə. Bəs o rəsmi çəkəndə nə hiss elədin? Şəkli mən özüm seçməmişdim. Bu şəkli mənim üçün Zeynəb müəllimə seçmişdi. Birinci onu seçəndə ürəyimcə olmadı. Çünki elə bildim ki, çatdıra bilməyəcəm sərgiyə qədər. Mənə çətin görsəndi. Amma sonra İlham müəllim və Zeynəb müəllimə mənə motivasiya verdilər ki, məndə hər şey alınacaq, hər şeyi çatdıra biləcəm. Ona görə də belə qəşəng, gözəl şəkil alındı. Və alındı. Narlar əsl yeməli görsənir. İlham müəllim də eyni şey deyildi.
İlham müəllim də onu təsdiqləyir ki, narlar yeməli görünür həqiqətən də. Çox gözəl bir əl işi əldə etmisən. Bayaq Zeynəb müəllimin adını çəkdin yenidən. İlham müəllimlə yanaşı sizin müəllimlərinizdən biri də Zeynəb müəllimdir. Mən istəyəcəm Zeynəb müəllimin sizə nə öyrətməsi barədə ətraflı məlumat verəsən. Növbətini qızımıza ötürəsən ki, bizim dostumuz Zeynəb müəllim sənə bəs nə öyrədir dostum? Özünü təqdim edə, bəs daha sonra Zeynəb müəllimin sənə nə öyrətdiyi ilə bağlı məlumat. Salam, mənim adım Əsmadır, Əsma Səfərli. 210 nömrəli tam orta məktəbdə oxuyuram. Mən balacalıqdan 4 yaşımdan başqa rəsm kurslarına da getmişəm. Amma heç rəssam olmaq istəməmişdim. Zeynəb müəllimə dərslərində diqqətli olmaq öyrədir. Hər şey incəliyi ilə fikir verməyin hər yerinə rəsmin diqqətli olmaq öyrədir, yəni. Çəkdiyin şəkildən də həqiqətən nə qədər incə və diqqətli olduğun bilinir. Bəs Zeynəb müəllimə sənə bu rəsmi çəkərkən nələri öyrətdi? Bu rəsmi çəkərkən mənə arxa fonun necə işləndiyini öyrətdi, rənglərin qarışımı. Dərinlik qatmaq üçün rəsmdə. Neynədiz məsələn? Sənə nələri öyrətdi? Hansı səhvlərini bildirdi? Məsələn, mən buynuzlarını səhv işləmişdim başda, amma sonra onu işıqla düzəltdik, birləşdirmişdim buynuzlarını. Sonra işıq kölgələr verdiniz və daha realist hala gəldi həqiqətən də. Afərin sənə. Növbəti dostumuza ötürək. Məryəmin sualı olacaq. Merhabalar, ben Mert Aksu. 10 yaşındayım. Bakü Türk Anadolu Lisesi'ne gidiyorum. Ben 4 senedir resime gidiyorum. İlk başlarda resimde evlerden başlamıştım. Sonradan tuvalden normal resimlere geçmiştim. Şimdi ise bu resimlerde detaylara bakıyorum. Adın neydi dostum? Mert. Mert. Mert dostumuz Türkiyədən, qardaş Türkiyədən burada səhv etmirəmsə təhsil alır. Həqiqətən də afərin sənə. 7 yaşım var idi səhv etmirəmsə. Çünki mənim ağlımda elə qaldı ki, sənə bayaq sual verdim mən Sonic'lə bağlı da bu personajı necə çəkmişsən. Amma yaşına görə çox böyük bir əsər yaratmısan həqiqətən də. Cizgi film personajını çox realistik şəkildə əks etdirmisən. Səni də tanımağımızı istəyəcəm yaxından. Salam, mənim adım Mikaildir. Mən 249 nömrəli məktəbdə oxuyuram və 2-ci sinif. Bəs niyə bu rəsmi çəkmək istədin? O qədər. Çünki sevdiyim cizgi film qəhrəmanıdır. Deməli, Sonic sən ən sevdiyin cizgi film qəhrəmanı deyil, sən onu çəkməyə qərarlaşdırdın və mən səndən soruşacağam, bu rəsmi sənə çəkəndə ən çox kim kömək edib? İlham müəllim yoxsa Zeynəb müəllimə? İlham müəllim. Bəs Zeynəb müəllimə sənə kömək eləyib bu barədə? Bəs hansı xüsusiyyətləri öyrədib sənə? Zeynəb müəllimə hansı xüsusiyyətləri öyrədib? İlham müəllimlə yanaşı. Yəni, hansı nəyə daha çox kömək eləyib? Onu dinə. Nəyə kömək edib? Boyanmaq. Afərin. Həqiqətən də hər birinizin bir daha və dəfələrlə ağzım yorulmadan vurğulamaq istəyirəm ki, əl işləriniz çox təqdirə layiqdir və bir-birindən rəngarəngdir. İlham müəllim, həqiqətən siz və sizin şagirdlərinizlə efir bölüşmək çox xoş bir hiss idi. Çünki doğrudan da bizə çox xoş oldu sizin şagirdlərinizin əl işlərini görmək, peşəkarlığınıza şahid olmaq və mən sizə çox təşəkkür edirəm. Sizdən bir tövsiyə istəyəcəm. Rəssam olmaq istəyən, ürəyində bu arzusu olub da cəsarət edə bilməyən şəxslər üçün əsasən də valideynlərə bir tövsiyə vermənizi istəyəcəm. Əsas tövsiyəm odur ki, uşaqlarını divarlara adı rəsm çəkəndə belə uşaqlar damlamasınlar. Əksinə, o görürlər ki, divarda rəsm çəkirsə, əksinə bunu kətanda və ya vərək üzərində onu izah eləsinlər ki, burada çəkmək olar. Yəni, uşaqlar əgər bu həvəsi varsa, uşağın həvəsini dayandırmayın və ya başqa yerlərə yönəltməyin. Elə incəsənətlə davam elətdirin. Çünki uşaqların həqiqətən də iç ruhunu incəsənət üzə çıxarır. Uşaqların necə deyərlər, istedadını, içində olan potensialını valideynlər görməli və dəstək olmalıdırlar. Bu istedadı boğmamalıdırlar bir sözlə. Həqiqətən də çox təşəkkür edirəm bir daha sizə və şagirdlərinizə də təşəkkür edirəm. Sizə bu arada bir balaca bir hədiyyəm var. Birincisi yenə bir daha çox sağ olun da mənə dəvət etdiyiniz üçün. Bu hədiyyəni sizə vermək istəyirəm. Düzdür, çox üzərində işləmədim. Çünki az bir vaxtım var idi. Və qısa bir müddət ərzində hardasa 6-7 saat ərzində işləmişəm bunu. Ümid varam ki, bəyənərsiniz. Çox sağ olun. Mənə bayaqdan məlumat verirlər, həm redaktorum məlumat verir, həm uşaqlar məlumat verirlər. Çox sağ olun, çox təşəkkür edirəm. Mənim sosial şəbəkədə olan bir süni intellektlə hazırladığım bir fotom var idi. Əslində açıq etiraf eləsəm sizə, mən uzun müddətdir ki, bu tipdə bir şey xəyalımda var idi ki, mən portret istəyirdim, qara qələmlə deyək də, portret istəyirdim, ağlımda var idi. Və bu arzumu əslində siz reallaşdırdınız. Çox təşəkkür edirəm sizə həqiqətən. Var olun. Çox
bir daha təşəkkür edirəm. Yəni inanın ki, bəlkə kiminsə bu kiçik bir portret kimi görünə bilər, amma mənim üçün hal-hazırda, yəni istədiyim bir şeyin bu qısa müddətdə qarşıma çıxması, müəyyən bir həyatımda baş verən hadisələr kimi televiziya təcrübəmdə ilk belə bir hadisə baş verir. Həqiqətən, yəni televiziya təcrübəm, aparıcılıq təcrübəmdə ilk dəfə kimsə mənə qara qələmlə çəkilmiş bir hədiyyəmi ümumiyyətlə hədiyyə eləyir əslində və mən bizim dəyərli menecerimiz Tutu xanıma da çox təşəkkürlərimi bildirirəm. Həqiqətən mən səhv etmirəmsə bu barədə onun yanında danışmışdım, amma mən istəyimi nəzərə alıb sizə də çox təşəkkür edirəm ki, bu ilk televiziya təcrübəmdə ilk hədiyyəmi sizdən aldım. Həqiqətən sizi və şagirdlərinizi tanımaq mənim üçün çox xoş idi. Sizə uğurlar arzulayıram və biz isə qaldığımız yerdən çox maraqlı bir şəkildə davam edirik.